17 yaşım var. 18-ə keçmisən. Nədir problemin? Problemim o ki, ailəm yəni oxumağa, təhsil almağıma icazə vermir. Təhsil almağınıza icazə vermir. Və sənin kimin yanında qalırsan? Daim böyüdüm mən uşaqlıqdan. Uşaqlıqdan dayım böyüdübdür. Bəs ana, ata? İstəməyiblər onlar qız uşağı olduğuna görə, elə olan gündən dayıma veriblər. Necə yəni, qız uşağı olduğuna görə istəməyiblər? Bəli. Veriblər dayıya. Yəni ilk gündən, olan gündən deyiblər ki, yəni sən istənilməyən övlad olmusan. Bəs sonra nə olub? Sonra böyüyəndən sonra dayım gəldi Bakıda işləməyə. Mən burada hazırlığa qoymağa deyir ki, yəni alınmır da, uzaq yerdə qalırdı, iş yeri uzaq idi, gedib gələ bilmirdim. Onda açıqladı deyir ki, bəs sən onlar atan-anandır, sən get onlarda qal, mən yenə sənə pul göndərəcəm, orada hazırlığına davam elə. Mən dedim ki, yaxşı da nə olacaq ki, yəni gedim qalım orada, siz o ki, oxumağıma davam eləyə bilim. Bura gələndən sonra mən oxumağa qoymadılar. Dedilər ki, yəni evlənməlisən, nişanlanmalısan, yəni heç icazə vermirdilər. Nə danışırsan? Səni ərə vermək istəyir. Bura gələndən sonra dedilər ki, dayı ilə əlaqə kəs, dayı sən bizim qızımızsan. Qızımızsan, yəni bu yaşa qədər səni böyütməyib, bu yaşa qədər bir tikə çörək verməyib, istənməyən övlad kimi dayıya, bunları mən demirəm, bunları Fatimə deyir. Və sonra da səni ərə vermək istəyir. Ərə verəcəyi kimdir? Valla özü qohumlardır, tanımıram heç mən. Görmüsən oğlanı? Şəklini göstərib bir dəfə, bir də deyib ki, 33 yaşı var. Aman Allahım. 33. Dəhşət. Mən anlaya bilmirəm. Mən, nə idi o səni bioloji valideynlərinin adını demələ? Aynurə Alim. Aynurə və Alim efirə bağlana bilərsiniz. Efirə bağlana bilərsiniz.